Salam əziz abituriyentlər. Bugün sizə Gülçin Əliyevanın ümumi sınağının izahını vermək istəyirəm. Birinci 7-ci sualımıza baxaq. Antarctica is coldest, windiest and driest place on earth. Burada görürük ki, EST şəkilçisi var. EST bu bilirik üstünlük dərəcəsinin şəkilçisidir və həmişə Z artiklına işlənir. Digər tərəfdə Earth da bilirik ki, yer kürəsi həmişə Z artiklı ilə işlənir. Ona görə A variantı doğrudur. Bunu xatırlatmaydıq. Dünyada tək olan isimlər Sun, Earth, Sky, Moon, sonra World. Bu kimi isimlər həmişə Z artiklı qəbul edir. Keçək 8-ci testimizə. Choose a correct variant. Doğru variantı seçək. Bu zaman biz əsasən uzlaşmalara fikir verməliyik və cümlədəki söz sırasına təbii ki, hər tərəfli baxmaq lazımdır. Birinci baxırıq A variantında. There is xəbərimiz gördüyümüz kimi təkdədir. Baxaq ismimiz necə isimdir. There is lots of different physical features in there. Burada fiziki xüsusiyyətlər görürük cəm isim olduğu üçün gərək bizim xəbərimiz burada ar olardı. Ona görə yanlışdır A variantı. İkinci cümləmiz The river provide water and fertile land for crops. Burada provide sözü river sözü ilə uzlaşmır. Çünki river təkdədir, üçüncü şəxsin təkindədir. Bizim xəbərimiz gərək S qəbul edərdi. Ona görə yanlışdır. C-də The Black Death were one of the deadliest pandemics in history. Burada qara vəba xəstəlik adı olduğu üçün həmişə tək xəbərlə uzlaşır. Ona görə yanlışdır. D variantında Some of his most famous plays is Hamlet. Burada bilirik ki, Sam özündən sonra gələn ismə görə xəbər uzlaşır. Deməli, burada Samdan sonra gələn isim plays, tamaşalar cəm isim olduğu üçün gərək biz xəbərimizi də burada cəmlə ifadə edərdik. Ona görə yanlışdır. Keçək E variantına. This treaty says that it should only be used for science. Buradakı treaty sözü tək isim olduğu üçün xəbərimiz də təbii ki, S qəbul etməlidir. Doğru variantımız E. Baxaq 9-cu sualımıza. I harder for the exam to get a better grade, but I got distracted by video games. Burada variantlara baxanda görürük ki, modal feilləri seçməliyik. Məsəl üçün, bura baxaq. Might to deyə bir şey yoxdur, zaten çıxardırıq. Ought to studied olmaz, çünki burada bilirik ki, feillər modal feillərdən sonra şəxsə və zamana görə dəyişə bilməz. Bunları avtomatik çıxartdıq. Bir də bu yeni mövzulardandır. 11-ci siniflər üçün düşən yeni mövzulardandır. Should have verb 3. Bilirik ki, bu da peşmançılıq ifadə edən modal feildir. Və cümləyə baxırıq indi. I harder for the exam to get a better grade deyirəmsə və burada bir keçmişə aid ifadəni görürük. But I got deməli, amma əldə etdim. Yox, but I got distracted by video games. Amma mən video oyunlar tərəfindən fikrim yayındı və yaxud da ki, video oyunlar mənim fikrimi yayındırdı deyirəmsə, bu keçmişdədir. Və keçmişdəki bizi peşmançılığımızı ifadə etdiyi üçün biz burada B variantını düz götürürük. Should have studied. Should have verb 3 yadımıza saxlayırıq. Gərək edərdim. Shouldn't have verb 3 isə gərək etməzdim deyə keçmişə aid olan bir peşmançılığı ifadə edir. Ona görə B variantı doğrudur. Yenə dediyim kimi, burada got keçmiş zamana aid olduğu üçün can indiki zamanda da uzlaşmır. Have to da indiki zamana görə uzlaşmır. Və doğru variantımız B. 10-cuda when bağlayıcını görürük. When-dən sonra təbii ki, ya present simple gəlir, ya past simple gəlir. Ona görə buradakı avtomatik biz baxırıq. C ilə E-ni çıxartdıq. Çünki will arrive future, had arrived deyə bir söz ümumiyyətlə yoxdur. Daha sonra baxırıq, bizim mübtədamız I olduğu üçün biz S şəkilçisi artıra bilmərik feilimizə. Çünki S şəkilçisi üçüncü şəxsin təkinə aiddir. Ona görə I ilə B-ni də çıxardıq. Qaldı bir dənə D variantımız. Və tərcümə edirik, həm də cümləyə baxırıq. When I arrived, mən çatanda, the train had already left. Qatar artıq yola düşmüşdü, yəni getmişdi.
Deməli, burada D variantı doğru oldu. Past simple, past perfect uzlaşması. Keçək 11-ci sualımıza. Buradakı feilin doğru formalarını seç deyirsə, biz burada fikir veririk feilin şəxssiz formalarına. Burada infinitiv ola bilər, gerund ola bilər, kompleks objekt cümlələr ola bilər. Yəni, burada biz uzlaşma etmirik. Və birinci cümləmizə baxırıq. She remembers. Remember feili həm to verb ilə işlənə bilər, həm verb ing ilə işlənə bilər. Bunların fərqi nədir? Əgər xatırlayırıq deyiriksə bir şeyi, keçmişə aiddirsə ing ilə işlədirik feilimizi, indiki və yaxın gələcəyə aiddirsə to verb ilə işlədirik. İndi burada as a child yəni uşaqlığımdakı kimi xatırlayıram, uşaq kimi xatırlayıram deyirəmsə, deməli mən bunu keçmişdə Paris'i keçmişdə ziyarət etmişəm. She remembers visiting Paris as a child. Keçmişə aid olduğu üçün burada ing-li feilləri seçirik. Sonra baxırıq ikinci cümləmizə. We regret. Regret də özündən sonra to-lu feil götürən feil olduğu üçün olacaq to announce. C variantı. Baxaq 12-ci sualımıza. Positive case istəyir bizdən, yəni ismi yelkal forması. A variantında that trees, colors are particularly vibrant this fall. Bu payız deyirəm, o ağacların rəngləri xüsusilə parlaqdır, canlıdır. Burada birincisi zətdən sonra tək isim gəlməlidir. Həm də orta cinsə aid olan isimlərin yelkalı əsasən ofla düzəlir. Məsələn, the colors of the trees olmalıydı. Daha doğru variant olardı. Onu çıxardıq. The first noise I heard in the morning. Səhər eşitdiyim ilk səs was a rooster's crowing. Əgər burada article varsa, rooster gərək təkdə olardı. Xoruzun banlaması. Ona görə B variantı yanlışdır. Michael is, burada Michael tək isimdirsə, deməli burada şəriklik ola bilməz. Və əgər şəriklik yoxdursa bir cümlə tərkibində, bu zaman biz apostrof s-i axırıncı ismi artırmalıyıq. Ona görə yanlışdır. Aaron's and Stella's grandsons yanlışdır. Getdik D variantına. Go to the page top. Yenə bayaq dediyim kimi, orta cinsdə əsasən yelkal ofla düzəlir. Deməli idim go to the top of the page olmalıydı. Ona görə yanlışdır. E variantında Charles Job was on the line. Bax burada deməli insan adlarında əsasən apostrof s işlənir. Bir də yadda saxlayırıq. Əgər insan adı axırı s ilə bitirsə, yəni özünə aiddirsə həmin ki s, məsələn Jackson, Charles, James kimi sözlərdə, adlarda, insan adlarında həm təkcə apostrof yazmaq mümkündür, həm də apostrof s. Hər ikisi doğru variantdır. Burada oldu E variantı. Keçdik 13-cü sualımıza. Choose a correct variant istəyir, doğru variant istəyir bizdən. Baxaq burada direct, indirect speech-ə aiddir bu cümlə. Açılmış formasıdır cümlənin indirect formada. Adı deyir ki, he said that, işlədə bilərik. O dedi ki, would he phone. Burada inversiya olduğu üçün yanlışdır. Gərək burada söz sırası təsdiq formada davam edərdi. Mübtəda sonra xəbər. He would phone olmalıydı. Ona görə yanlışdır. A variantı. Alina told to me. Bilirik ki, tell feili özündən sonra somebody gələndə heç bir ümumiyyətlə to işlətmək olmaz. Ona görə yanlışdır. I told that. Bu ifadədə bir diqqət yetirməli məqam var. Deməli, say-dən sonra say üstəgəl that işlətmək olur. Amma tell that demək olmur. Biz bunu tell-i zətlə işlətmək üçün gərək tell someone, somebody that deyə bilərik. Bu struktur olarsa doğrudur, yoxsa yanlışdır. Ona görə C-ni də çıxardırıq. She said she has broken her arm. Bu arada say-dən sonra zət işləməyə də bilər, yanlış deyil. Ona görə doğru götürdük D variantını. Həm say-dən sonra that işlənə bilər, həm də işlənməyə bilər. E variantındakı yanlış nədir? 3 feilimiz var idi. Ask, want to know, bir də wonder. Bu feillərdən sonra ümumiyyətlə zət bağlayıcısını işlətməyəcəyik. Ona görə E variantı yanlışdır. She asked where I lived. Bu doğru olmalıydı, bu cür olmalıydı söz sırası. Ona görə yanlış oldu.
D variantı doğru variantımız. Baxaq 14-cü sualımıza. 14-də derivativ isimləri istəyir. Bu asandır, asan mövzudur. Əgər sufiksləri əzbərləmişiksə təbii ki. Baxaq burada hansı doğrudur. Burada historical sözünü görürük. Sifət əmələ gətirdiyi üçün çıxartdıq. Sonra specific yenə sifətdir, xüsusi deməkdir. Sonra spaceship bilirik ki, mürəkkəb isimdir. Ship sözü həm düzəltmə ismi əmələ gətirir, həm mürəkkəb ismi əmələ gətirir və əzbərləmişik. Belə də yada saxlaya bilərik. Ship sözü qəm mənası verirsə, bu zaman mürəkkəb isimdir. Amma lıq üstü 4 çəkilişi kimi istifadə olunursa, tərcüməsi bizim dilimizdə, bu zaman düzəltmə isimdir. Ona görə buradan D-ni də çıxardıq. Sonra bəzi sözlər var idi, axırı mentlə bitsə də biz onları düzəltmə isim kimi qəbul etmirik. Bunu bu cür də anlaya bilərik. Ya əzbərlə, ya da ki, məntiqlə. Əgər ment bu ümumiyyətlə sufiksi çıxardandan sonra sözün sonundan yerdə bir söz qalırsa kök olaraq, bu zaman bu düzəltmə ismi olur. Doku deyə bir söz yoxdur deyə biz onu düzəltmə isim kimi götürə bilmirik. Hamısı bütün variantlar çıxdı, qaldı. Variant misfortune. Biz burada bilirik ki prefixdir. Arrival, al şəkilçisi də ismi əmələ gətirir. Nes şəkilçisi də ismi əmələ gətirir. Deməli, A variantı doğrudur. 15-ci sualda passive voice cümlələrinə aiddir. Sadəcə burada diqqətlə oxumaq lazımdır biz test işləyərkən şərtimizi. Cannot be changed o deməkdir ki, passive voice-ə çevrilə bilməyən cümlədir. Bir var passive voice-da olan cümləni seç deyirsə, o zaman cümləyə to be verb-ü axtarırıq. Və yaxud da ki, active voice-da bir cümlə verirsə, change into passive voice deyirsə, bu zaman active voice-ı keçirik passive voice-a. Amma bu tip cümlələrdə isə çevrilə bilər və yaxud da ki, çevrilə bilməz, bu zaman diqqətli olmalıyıq. Yadda saxlayırıq ki, hansı cümlələr passive voice-da işlənə bilir? Gərək cümlənin tamamlığı olsun ki, biz cümləni passivləşdirək. Və eyni zamanda yadda saxlaya bilərsiniz ki, təbiətlə bağlı hadisələrdə yağış yağması, küləyin əsməsi, qarın yağması və s. bu kimi cümlələrdə də heç vaxt cümləni passivə keçirmək olmur. İndi cümlələrimizə baxaq. My nephew slept in bed. Deyirəm ki, qardaşım oğlu və yaxud da ki, bacım oğlu yatağında yatdı, çarpayısında yatdı. Burada heç bir tamamlıq olmadığı üçün bunu qabağına minus qoyaq. The teacher explains the lesson. Mübtəda teacher, xəbər explains. Sonra the lesson bizim tamamlığımız olduğu üçün burada deməli tamamlıq var. Bunu doğru götürürük. Yəni çevrilə bilir. He resembled his father. Deməli o his father burada düzdür, isimdir. Amma burada tamamlıq yoxdur ümumiyyətlə. Deyirəm ki, o atasına oxşuyur. Bu zaman burada heç bir tamamlıq olmadığı üçün çıxartdıq. Someone stole my wallet. Burada kimsə deyirəm mənim pul kisəmi oğurladı. Burada tamamlıq var. Kate disappeared from the scene. Burada disappear, appear kimi feillərdən sonra tamamlıq gəlmədiyi üçün biz bunları da tamamlıqsız cümlə kimi götürürük. İndi baxırsınız. Bizə deyir ki, can't be changed. Çevrilə bilməyən cümlə istəyir. Bu zaman hansı cümlələrə minus qoymuşuqsa onları seçirik ki, daha rahat olsun bizə. Deməli 1, 3, 5. Yəni variantımız E. Baxaq 16-cı suala. Choose a correct variant. Doğru variantı seç. I went to school without eating breakfast. Bağlayıcı istəyir bizdən. Deyirəm ki, mən məktəbə yemək yemədən getdim. Sonra I woke up late this morning. Mən bu səhər gec oyandım. İndi burada bir səbəb izah edir gördüyünüz kimi. Deyirəm ki, mən yemək yemədən getdim, səhər yeməyi yemədən getdim. Sonra deyirəm ki, gec oyandım, gec durdum. Deməli, burada səbəb izah edirsə because deyəcəm. So bizə nəticəni ifadə edir. Nəticə budaq cümləndə istifadə olunur. Elə ki, beləliklə, ona görə də deməkdir. Even though baxmayaraq ki deməkdir.
Bir də D və E-ni çıxardırıq. Çünki I mübtədamız var vocabda xəbər olduğu üçün. Biz bilirik as a result of-dan sonra isim birləşmə gəlir və eyni şəkildə də due to-dan sonra isim birləşmə, pronoun və s. gələ bilər. 17-yə baxaq. Our final exam was than I expected. Bu da asan testlərdəndir. Dəni görən kimi bilirik ki, müqayisə dərəcəsi lazımdır. Burada iki müqayisə dərəcəsi var. Biri D, biri də B variantı. Bunlar necə seçirsiniz? Məsəl üçün, bu nöqtələrdən sonra burada hər hansı bir sayılan tək isim görəriksə, E artiklını mütləq vurğulamalıyıq, orada ifadə etməliyik. Çünki müqayisə və adi dərəcədə özündən sonra sifət isim tələb gətirirsə, mütləq E artiklı yazılmalıdır önündə. Ona görə B variantı səhvdir, qaldı D variantı. Və match bilirik ki, özündən sonra müqayisə dərəcəsi gətirməlidir, işlətməlidir. Bəzən bunu şagirdlər işləyərkən çaşır. Elə bilirlər ki, match müqayisə dərəcəsi yaradır. Match hazır formada olan müqayisə dərəcəsindəki sifətlə işlənir. Yəni, məsəl üçün, much better deyə bilərsiniz, much longer, much later və yaxud da ki, much more exciting, much more beautiful və s. Ona görə bizdə variantımız oldu burada D variantı. Baxaq 18-ci cümləmizə. Burada deyir make up sentence cümlə qur testidir. Bunları işləyərkən bir balaca diqqətli olmaq lazımdır. Məsəl üçün, burada Agatha Christie bizim mübtədamız ola bilər. Tutaq ki, 3-dən başlayaq, görək necə gedir cümləmiz. Agatha Christie is, xəbərimiz olacaq, is one of the most famous authors in the world. Deməli, hansı variant oldu? 3, 7, sonra is, 1, 8, 3, 7, 1, 8, 5. The most famous authors in the world. B variantı. 19-da she is a liar, o yalancıdır. She has friends. İndi onun yalancı olduğu üçün mən bir də baxacağım burada friends cəm isim olduğu üçün. Burada elotdan sonra ümumiyyətlə isim gəlmir, çıxartdıq. Matchdan sonra sayma isimlər gəlir. Belə baxanda a few, few və many doğrudur. Amma burada məntiqli şəkildə işlətmək lazım, testi seçmək lazım cavabımızı. Əgər o yalancıdır deyirəmsə, onun onda az dostu olmuş ola bilər. Yalancı insanlar çünki az adam dostluq edər. Ona görə E variantı. A few yetərli demək ki, few isə yetərsiz deməkdir. 20-yə baxdıq, doğru variant seçdilir. The cat jumped the table. Bir də ikinci cümlədə də nun var. Nun bilirik ki, cümlədə, daha doğrusu günün hissələrindən ətlə işlənən formasıdır. In the morning, in the afternoon, in the evening deyirdik. Amma at noon, at night, at midnight və s. bu kimi istifadə edirdik. Ona görə bu variantların hamısını çıxdıq. Qaldı A ilə E. Sonra burada of var. Bilir ki, of from deməkdir bir də. Onun ekvivalentidir, yəni sinonim sözüdür. Jumped at the table desək yanlış olar. Jumped off the table, stoldan hoppandı yerə, yəni. Ona görə A variantı doğrudur. 21-də the girl notes I borrowed is nice. Bu da bizim variantları görürük. Adjective clause aiddir, relative pronounlar, yəni. Burada əgər iki isim varsa, boşluq, iki isim ortasında həmişə whose işlənir. Yadda saxlayırıq, whosedan sonra isim gəldiyi üçün belə də yadda saxlaya bilərsiniz. Burada ismi görən kimi avtomatik whose yazırıq. 22-də they've been to Colombia. Bizə burada gördüyünüz kimi so do I, neither do I cümlələrinə aiddir. Bunda necə işləyirdik? Əgər cümləmiz təsdiqdədirsə, aşağıda təsdiq cümlələri seçirik. İnkardadırsa, inkar cümlələri seçirik. Gəlin birinci o cür edək. B variantını çıxartdıq, not var deyə. Neither-i çıxartdıq. She doesn't either-i çıxartdıq. Qaldı so have been-a ya da ki so have I. Ümumiyyətlə, bu cümlələrdə təbii ki, inversiya şəklində olacaq bizim köməkçi feillərimiz. Və bilirik ki, əgər burada have been varsa, biz onu been-lə birlikdə işlətmirik. Sual formasını təkcə have-lə işlətdiyimiz üçün E variantı doğrudur. Bini onun yanında gətirmək doğru deyil. Bu qədər. Qrammatik sualların hamısını izah etmiş olduq.